Salam hörmətli izləyicilər, bildiyiniz kimi bu gün Azərbaycanda, o cümlədən də bütün dünyada bəzi dövlətlərdə xüsusi ərazilər var ki, onlar dövlət tərəfindən qorunur. Belə ərazilərə dövlət qoruğu deyilir, dövlət təbiət qoruğu deyilir. Dünyada ərazisinə görə ən böyük dövlət təbiət qoruğu deməli Antarktida deməli ərazisində yerləşən Ross dənizində Ross Okean qoruğudur ki, bu qoruğun deməli ərazisi 1.550.000 kvadrat kilometrə bərabərdir. Çox böyük bir ərazidir. Burada müxtəlif heyvan növləri, suitilər, balıq növləri və təbiətdə çox az rast gəlinən quş və heyvan növlərinə rast gəlinir. Bu qoruq deməli dəniz qoruğudur. Yəni ərazisinə görə dünyada birinci yerdədir. O cümlədən də dəniz qoruqları arasında da ərazisinə görə birinci yerdə gedir. Burada ancaq elmi tədqiqat işlərinə deməli icazə verilir. Yəni ancaq elmi tədqiqat işləri aparıla bilər. Bu ərazidə, yəni bu dövlət qoruğunda uzun müddət Rusiyanın tələbi ilə kiçik bir hissəsində deməli balıq ovlamağa icazə verilmişdir. Çox sağ olun. Kanalıma abunə olmağı unutmayın. Videonu bəyənməyinizi xahiş edirəm. Çox sağ olun.